bizim ən böyük problemlərimizdən biri Qarabağ problemidir, deyək belə deyək ki, onu da biz həll eləmişik. Bizə o MMA turnirimizi qeyb Qarabağda İnşallah. Cıdır-cıdır mən sizə deyim ki, mütləq onu eləmək. Bax, çox bir maraqlı olar ki. Yəni burada ekskluziv olaraq həqiqətən... Məsələn, deyək ki, bəli, onu eləmək olar. Hətta, məsələn, deyək ki, orada böyük bir turnir eləmək olar. Orada böyük bir turnir, böyük bir orqanizasiya olar. Şəxsən mən, məsələn, deyək ki, ora dəvət edən, Fight Night-ı mən dəvət eləyə bilərəm. Məsələn, kimsə çıxsın da bir iş adamı desin ki, istənilən, məsələn, deyək ki, olar kim istəsə Xəbibi gətirərik, Conor istəsə Conoru gətirərik. Yəni, böyük bir turnir orada eləyə bilərik. Böyük bir təşkilat. Yəni, səviyyəli bir şey də alınır. Səviyyəli bir şey alınır. Hətta mən sizə bir şey, belə bir Abdülmanapın, bilirsiniz ki, mənim Abdülmanapın yaxın münasibətlərim olub. Bizim öz aramızda da danışıb, Abdülmanap həmişə onu qeyd edirdi ki, biz istəyirdik ki, o Fight Night-la GFC orqanizasiyası bunlar üzbəyiz çempionlar vuruşsun. Misal üçün, onu eləmək olar. O təklif hələ ki, qüvvədə qalır.